Talip Talih gelsin. Buraya alkışlarınızla Maşın Reality Show'sunun finalçısı Talip Talih de bizimle beraberdi. Hoş gördük əzizim. Hoş gördük, akşamınız xeyir. Necəsiz? Çok güzel, necə olmalı? Talip, buyur. Senin de Maşın Reality Show'sunda bir yolun var idi. Gel onu da izleyək. Talip Talih'in maşına gelip ve neler ettiği. Dikkat ekranlara. Finala kim qalsa mənlə çətin olacaq. Burada heç kimə dost demirəm mən bunu. Mənim üstümə hücum gəldi və ilk həmlə mən oldum. Talip Talih üzerinde əməlli baş iş gedib. Hansı iştirakçı ki çıxıb hədəf açıqlamayacaq, mən onun əleyhinə səs istəyəcəm getməsi üçün. Bilirəm ki, çox ciddi təhlükədəyəm. Burada o qədər bəzən əsəbi momentlər yaranır ki, kənardan insanlar bəlkə də o dərəcədə hiss edə bilmirlər. Mənim pərəstişkarlarım və izləyənlərim nə etmək lazım olduğunu özləri yaxşı bilirlər. Mən hər dedim kəlmənin dalında dururam və adını oyun qoyub tamaşaçıların hisslərinlə və onların cibinin pulunu oynamaq lazım deyil. Bir gülləniz var idi, canavarı birini vurdunuz, bir yaralı halda qalıb. Söz verirəm ki, elə bir şey ola bilməz, mənim hədəfim bugün dəyişməyəcək. Mənim dediyim söz bu maşından daha vacibdir. Mənim dediyim söz bu maşından daha vacibdir. Balaca özümü topladım və məndə çox möhkəm bir inam yanandı ki, maşını qazana biləcəm. Mən getmək istəyirəm. Çox məyusum. Yalansa. Amma qərarınızı hörmətlə yanaşıram. Var. Getdim mən, xeyirli olsun. Sağ ol. Talip səni təbrik edirəm. Çox sağ ol. Canım çəkir. Yox. Bir oturun da görüm. Nə 18 gündür lan mən də Allah bezar olun. Maşınım. Mənim. Bu gərgin mübarizənin sonunda ən layiqli namizəd avtomobili utdu. Biz onu təbrik edirik. Ya gelin açık diye. Hamı layık idi ama indi kiminse kısmeti bu defa daha bəxtli oldu kimse. Belə deyək də, avtomobili ən layiqli namizəd utdu. Talip Talih, yakınlaşın benim yanıma. Bu avtomobil sizindir. Siz, sen, aziz dostum, her zaman, teşekkürler Reşat, çok sağ ol azizim. Her zaman sen birinci ol, hamımız birinci olaq, uğurlar arzulayak. Qismət sənin imiş. Ürəkdən təbrik edirəm.